ألم تر كيف ضرب الله مثلا كلمة طيبة كشجرة طيبة أصلها ثابت وفرعها في السماء. Övrət yerinə toxunmaq dəstəmalı pozurmu? Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah və bə'd. Bu məsələ ixtilaflı məsələlərdəndir, lakin cumhurun görüşü, racih görüş, üstün görüş ondan ibarətdir ki, övrət yerinə toxunmaq dəstəmalı pozur. Bu, Hənbəli, Şafi və Məliki məzhəblərinin məşhur görüşüdür. Və bu görüşün dəlilinə gəldikdə, Busrata bint Safvan radiyallahu anhə Allah Resulü aleyhissalatu vesselamın belə dediyini rəvayət edir. Mən məssə zəkərəhu fələ yusalli həttə yətəvəddəə. Övrət yerinə toxunan kəs dəstəmaz alıncaya qədər namaz qılmasın. Bu hədisi İmam Əhməd Musnəddə və Əbu Davud, Tirmizi, Nəsai, İbn Məcə Sünənlərdə və İmam Məlik Muvatta'da rəvayət edir. Və qədim imamlardan Əhməd ibn Həmbəl və Yəhyə ibn Mə'in rahiməhumullah bu hədisin səhih olduğunu bildirir. Deməli, bu hədisə dayanaraq cumhurun görüşü ondan ibarətdir ki, kişi və yaxud da qadın övrət yerinə paltarın, parçanın üzərindən olmadan birbaşa toxunması dəstəmalı pozur. Və övrət yerinə toxunmanın dəstəmalı pozmadığını bildirən alimlər belə bir hədis gətirirlər. İmam Tirmizinin, Əbu Davudun və Nəsainin Tələq bin Ali radiyallahu anhdan rəvayət etdiyi hədisdə Allah Rəsuluna belə bir sual verilir ki, sahabə belə bir sual verir ki, övrət yerimə toxunduqdan sonra dəstəmaz alınmı? Allah Rəsulu cavabında bildirir ki, innəmə huvə bədətun minkə. O, yalnız səndən bir ət parçasıdır. Bu hədisə dayanan alimlər isə xüsusən də Hənəfi məzhəbi övrət yerinə toxunmanın dəstəmazı pozmadığını bildirir. Lakin elm əhlinin cumhuruna görə bu hədis səhih hədis deyil. İmam Şafi və İmam Beyhəqi rahiməhumullah bu hədisin zəif olduğunu bildirir. Yəni, hasil nəticə ondan ibarətdir ki, Busra radiyallahu anhənin hədisi səhihdir, Tələq radiyallahu anhənin hədisi isə zəifdir. Və doğru görüş ondan ibarətdir ki, övrət yerinə toxunmaq dəstəmazı pozur. Vallahu aləm və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin. Fəsəlu əhləz-zikri in kuntum la ta'lamun.